Assalamu alaykum qadirli savaqdaşlar. Farabi 4 ders hansıqa xoş gəlmələr. Bugün hazırlıqlama uyğur dil dərsimizin 6-cı dərsi başlayırıq. 6-cı dərsimiz fonetika 2-ci qism tavuşlarının maslaşışı. Dərsimizi başlaşdan burun ötən saat dərsimizin axırda sorğan 2 sualımıza qısaca cavab verib ötürüz. Birinci, fonema bilan variantın fərqi nəmə? Bunun cavabı tilşünaslıqda özara məna fərqləndirici olğuya tavuş elementləri fonema deyildi. Özara məna fərqləndirici olğuya ega bolmagan tavuş elementi bolsa, variant dep atıldı. Yəni bu ikisinin fərqi fonema məna fərqləndirici olğuya, amma variant bolsa məna fərqləndirici olğuya ega emas. İkinci, üzük tavuşlar tavuş pərdəsinin titreş-titrəməslik cəhətdən qaysı türlərə ayrıldı? Üzük tavuşlar tavuş pərdəsinin titreş-titrəməslik cəhətdən caranlıq üzük tavuşlar və caransız üzük tavuşlar da ikiyə ayrılır. Caranlıq üzük tavuşlara B, C, D, R, Z, J, G, G, N, L, M, N, H, B, Y qatarlıq tavuşlar kirdi. Caransız üzük tavuşlar bolsa P, T, Ç, X, S, Ş, F, Q, K qatarlıq tavuşlar kirdi. Əmdi dərsimizin məzmununa gəlsək, bu saatdə tavuşlarının maslaşışını görüb çıxımız. Tilimizdə sözlər tərkibidəki sozluq tavuşlar, tavuş çıxırış orni, tavuş çıxırış usulü cəhətdən sözlərinin axırdakı sozluq tavuş və üzük tavuşlar bilən qoşumçular tərkibidəki sozluq tavuş və üzük tavuşlarının tavuş çıxırış orni, aləti, usulü həm də caranlıq və caransızlıq cəhətdən özara maslaşıb girişi tavuşlarının maslaşışı deyilir. Uyğur dilindəki tavuşlarının maslaşışı, sozluq tavuşlarının maslaşışı və üzük tavuşlarının maslaşışı da bir ikiyə ayrılır. Undaqda tavuşlarının maslaşışı qanuniyyətini bilişimizdən nəməyə faydası var deyəndə tavuşlarının maslaşışı qanuniyyətini bilişimiz doğru bolğan imla qaydası və tələffüz qaydasını öyrənişimizə yetəkçi buludur. Tavuşlarının maslaşışını sozluq tavuşlarının maslaşışı və üzük tavuşlarının maslaşışı deyə görən. Ondaqda sozluq tavuşlarının maslaşışı deyilmizdə söz domri, yəni yırtıcıdakı sozluq tavuşlar bilən ulara qoşulğan qoşumçudakı sozluq tavuşlarının tavuş çıxış orni və tavuş çıxış usul cəhətdə oxşaş buluşudur. Uyğur dilindəki sozluq tavuşlarının maslaşışı tavuş çıxış orni və ləv halət cəhətdəki maslaşışı qartılğan. Uyğur dilinə xas bolğan sözlər bu qaydaya tamamilə boysundu, amma chet tillərdən qəbul qılınan sözlər bu qaydaya ança boysunub getməydi. Müşlaq asasən tövəndə söz yıldızına qoşumça, yəni yazğıcı və türlügücü qoşumça qoşulğandakı maslaşış üstündə toxtalımız. Söz yazğıcı qoşumça deyəndə sözlərlə tomurğa qoşulğandan keyin söz mənası özgərgən bolsa, bu söz yazğıcı qoşumça. Əgər sözlərə qoşumça qoşulğandan keyin sözün mənası özgərməyən bolsa, bu söz türlügücü qoşumça boludur. Birinci, sozluq tavuşlarının til orni cəhətdəki maslaşışı. Turğun sözlər deyilmizdə fe'ldən başqa söz türkümlərini göstərir. Turğun sözlər və fe'lləri qoşumça qoşulğanda ularının axırki boğumundakı sozluq tavuşlarının til aldı yoki til arqı sozluq tavuş boluşa qarab qoşumçularının şununğa xas variant qoşulur. Yəni sozluq tavuşlar til aldı bolsa, til aldı sozluq tavuşlar, til arqı bolsa, til arqı sozluq tavuşlar qoşulur. Turğun sözlər deyilimiz fe'llərdən başqa söz türkümlərini göstərdi. Til arqa və til altı sozluq tavuşlar bilən düzülgən turğun sözlərdəki qoşumçular qoşulğanda söz yıldızındakı sozluq tavuşlar bilən qoşumçudakı sozluq tavuşlar til orni cəhətdən özara maslaşıb gelir. Məsələn, bağ degan sözdəki A til arqı sozluq tavuş və bununla qoşumçular qoşulğanda oxşaşla til arqı sozluq tavuş bilən gələn qoşumçular qoşulur. Məsələn, bağda, bağqa, bağlar, beğen, beğenlar, beğeniz qatarlıqlara oxşar. Oyun degan sözdəki O və U oxşaşla til arqı sozluq tavuş və bunlar qoşumçular qoşulğanda oxşaşla til arqa sozluq tavuş bilən gələn qoşumçular qoşulur. Bəl degan sözdəki til aldı sozluq tavuş və bunun qoşumçular qoşulğanda til aldı sozluq tavuş bilən gələn qoşumçular qoşulur. Məsələn, bəldə, bəlgə, bəllər,
bilin, bilinlar, biliniz qatarlıqlar. Gül degan sözdeki ü til altı sözlük tavuş və bunun qoşumçular qoşulğanda oxşaşlar. Til altı sözlük tavuş bilan kelgan qoşumçular qoşuldu. Əmdi fe'illərə gəlsək, fe'illərdə til arqa və til altı sözlük tavuşlar bilan tüzülgən fe'illərə qoşumçular qoşulğanda söz yıldızki sözlük tavuş bilan qoşumçudaki sözlük tavuş til ornu cəhətdən özara maslaşıb kelidu. Məsələn, kel degan sözdeki til altı sözlük tavuş və bunun qoşumçular qoşulğanda oxşaşlar til aldı sözlük tavuş bilan kelgan qoşumçular qoşuldu. Kül degan sözdeki ümü oxşaşlar til aldı sözlük tavuş və bunun oxşaşlar til aldı sözlük tavuş bilan kelgan qoşumçular qoşuldu. Əmdi sözlük tavuşlarının ləv halı cəhətdəki maslışını görsək, turğun sözlər, yəni turğun sözlər dediyimizdə fe'ildən başqa söz türkümlərini göstərdi. Turğun sözlər və fe'illər qoşumçu qoşulğanda onların axırqı boğumdakı sözlük tavuşunun ləvləşkən yoki ləvləşməgən buluşu qarab qoşumçularının şununğa mas variantı qoşuldu. Yəni sözlük tavuş əgər ləvləşkən bolsa, ləvləşkən sözlük tavuş bilan kelgan qoşumçular qoşuldu. Sözlük tavuş ləvləşməgən bolsa, qoşumçular oxşaşlar ləvləşməgən sözlük tavuş bilan kelgan qoşumçular qoşuldu. Məsələn, qol, qolum, qolum, qolluq oxşaşlar ləvləşkən sözlük tavuş bilan kelgan qoşumçular qoşulğan. Çiş, çiş degan sözdəki i ləvləşməgən sözlük tavuş və çişim, çişin, çişliq oxşaşlar ləvləşməgən sözlük tavuş bilan kelgan qoşumçular qoşulğan. Açquç, açquç degan sözdəki a ləvləşməgən sözlük tavuş, amma axırqı boğum bolğan u ləvləşkən sözlük tavuş bolğanlığı üçün axırdakı qoşumçular oxşaşlar ləvləşkən sözlük tavuş bilan kelgan qoşumçular qoşulğan. Ocaq degan sözdəki o ləvləşkən sözlük tavuş bolsunmu, amma ikinci boğumdakı, yəni axırqı boğumdakı a ləvləşməgən sözlük tavuş bolğaçqa bununğa ləvləşməgən sözlük tavuş bolğan qoşumçular qoşuldu. Ayaq degan sözdəki a ləvləşməgən sözlük tavuş və bununğa ləvləşməgən sözlük tavuş bilan kelgan qoşumçular qoşuldu. Əmdi sözlük tavuşlarının avcıdılışı gəlsək, yəni sözlük tavuşlarının növbətləşişi. Bir qism sözlərə qoşumçular ulanğanda, onların tərkibidəki bəzi sözlük tavuşlar acizləşdi, yoki növbətləşdi desək buludu. Məsələn, baş degan sözə im qoşumçusu qoşulğandan keyin a sözlük tavuşu e sözlük tavuşuğa növbətləşkən. Yataq degan sözə im qoşumçusu qoşulğandan keyin bu yerdəki a sözlük tavuşu i sözlük tavuşuğa növbətləşkən. Xət degan sözə i qoşumçusu qoşulğandan keyin xeti bu yerdəki ə sözlük tavuşu e sözlük tavuşuğa növbətləşkən. Bunu təfsili düşündürsək, birinci a, ə tavuşları bilan axırlaşqan bir boğumluq sözlərə qoşumçular ulanğanda a, ə tavuşları e tavuşuğa acizləşdi yoki növbətləşdi və imlada şundaq yazıldı. Məsələn, at, eti bu yerdəki a sözlük tavuşu e sözlük tavuşuğa acizləşqan. Mal degan sözə in qoşumçusu qoşulğandan keyin melin, yəni bu yerdəki a sözlük tavuşu e sözlük tavuşuğa növbətləşkən. Qan, qinim bu yerdəki a-mı oxşaşlar e sözlük tavuşuğa növbətləşkən. Kəl, ər, kilər bu yerdəki ə sözlük tavuşu oxşaşlar e sözlük tavuşu bilan növbətləşkən. İkinci, a, ə tavuşları bilan axırlaşqan köp boğumluq sözlərə qoşumçular ulanğanda a, ə sözlük tavuşları i tavuşuğa acizləşdi və imlada şundaq yazıldı. Məsələn, ailə, ailə degan sözə də qoşumçusu qoşulğandan keyin ailədə bu yerdəki ə sözlük tavuşu i sözlük tavuşuğa növbətləşkən. Qələm, in, qələmin bu yerdəki ə sözlük tavuşu oxşaşlar i sözlük tavuşuğa acizləşqan. Balalar, balalar bu yerdəki a sözlük tavuşu i sözlük tavuşuğa növbətləşkən. Dəftər, im, dəftirim bu yerdəki ə sözlük tavuşu oxşaşlar i sözlük tavuşuğa növbətləşkən. Üçüncü, bəzi sözlər turaq urğu igi boğaşqa qoşumçular ulanğanda a, ə tavuşları acizləşməydi, acizləşdirilmə yazılıdı. Məsələn, san, i, sani, təm, i, təmi,
əxlaq, əxlaqi, günah, günahi. Bu sözlərdəki urğu qoşumçular qoşulğandan keyin özgərməydi. Məsələn, san degan sözdəki urğu a tavuşuda, əxlaq degan sözdəki urğu a tavuşuda, günah degan sözdəki urğu a tavuşuda və bular qoşumçular qoşulğanda heç qandaq acizləşiş yüz verməydi. Amma yuqorida ko'rgan acizləşiş hadisələrdə sözlərdəki urğu birinci boğumdan ikinci boğumğa yetkilidi. Şunun üçün bularda acizləşiş görülgən buludu. Əmdi soluq davuşlarının düşüb qılışıq gəlsək, soluq davuşlarının düşüb qılışı deyəndə ikinci boğumu soluq davuş i, u, ü bilən tüzülgən bir qism iki boğumluq sözlərə təvəli qoşumçular qoşulğanda ikinci boğum öz urğusunu yo'qotsa i, u, ü tavuşları düşüb qalıdı. Nəticədə əsli üç boğum bolğan sözlər yenilar İki boğum halıtıda qalıdı və imlada düşüb qalğını boyutu izlədi. Məsələn, pesil deyən sözgə i təvəli qoşumçusu qoşulğandan keyin pəsli boğan bir yerdəki i tavuş düşüb qalğan. Pesil deyən sözdəki urğu i tavuşda və i təvəli qoşumçusu qoşulğandan keyin bir yerdəki urğu ən axırqı təvəli qoşumçusu ötən və pəsli boğan. Cisim degan sözga i təvəli qoşumçusu qoşulğandan keyin i tavuş düşüb qalğan və cismi boğan bir yerdəki cisim degan sözdəki sözün urğusu i tavuşda və i təvəli qoşumçusu qoşulğandan keyin bir yerdəki urğu axırdakı qoşumça i düşkən oğul, oğlum bir yerdəki u tavuş düşüb qalğan bir yerdəki oxşaşla oğul degan sözün urğusu u tavuşda və təvəli qoşumçu qoşulğandan keyin axırdakı tavuş ötən. Singlim, ko'ngli, ömrüm degan sözlərdə oxşaşla i, ü və ən axırqı ömrüm degan sözdə ü tavuş düşüb qalğan. Yəni yepiq boğum bilan ayaqlaşqan iki boğumluq bəzi sözlərinin axırqı boğumdakı i, u, ü tavuşları şu sözlərə şəxs qoşumçular qoşulğanda düşüb qalıdı. Yəni təvəli qoşumçular qoşulğanda düşüb qalıdı. Əmdi soluq tavuşlarının qoşulub qalışını görürüz. Birinci oçuq boğum bilan ayaqlaşqan bəzi sözlərə birinci, ikinci şəxs qoşumçuları qoşulğanda qoşumçunun aldığa bir y tavuşu qoşulub tələffüz qılındı və imlada şu boyutu yazıldı. Üçüncü şəxs qoşumçusu qoşulğanda bolsa s tavuş qoşuldu və imlada oxşaşla s tavuşu qoşulğan halətdə yazıldı. Məsələn, imla degan sözgə birinci şəxs im, ikinci şəxs in, üçüncü şəxs i qoşulğandan keyin imlayım, imlayın, imlası boğan. Bina degan sözgə oxşaşla birinci şəxs im, ikinci şəxs in, üçüncü şəxs i qoşumçusu qoşulğandan keyin birinci və ikinci şəxsgə y tavuşu, üçüncü şəxsgə s tavuş qoşulub tələffüz qılınğan. İkinci, bəzi uçuq bir boğumluq sözlər qoşumçular ulanğanda qoşumçuların aldığa y qoşulub tələffüz qılındı və imlada şu boyutu yazıldı. Məsələn, də iş qoşumçusu qoşulğandan keyin deyiş boğan bu yerdəki də demək fe'linin söz tomri də iş qoşumçusu qoşulğandan keyin deyiş boğan yemək fe'linin söz tomri və yeyiş yumaq fe'linin söz tomri və uş qoşumçusu qoşulğandan keyin yuyiş boğan su, suyu, yu oxşaşla yumaq fe'linin söz tomri və uldi qoşumçusu qoşulğandan keyin yuyuldi boğan. Tavuşların almasılışı, soluq tavuşların almasılışı və özlük tavuşların almasılışı deb ikki ayrıldı. Soluq tavuşların almasılışını görüb çıxdıq. Əmdi özlük tavuşların almasılışını görüb çıxımız. Caranlıq özlük tavuş bilan ayaqlaşqan sözlərə qoşumçularının caranlıq özlük tavuş bilan başlanğan variantı. Caransız özlük tavuş bilan ayaqlaşqan sözlərə caransız özlük tavuş bilan başlanğan variant qoşuldu. Yəni, məsələn, caranlıq özlük tavuş bilan ayaqlaşqan sözlərə misal alsaq, bac, bacda, bacğa, bacdın. Bu sözlərdəki da, ğa, din qoşumçuları oxşaşla caranlıq özlük tavuş bilan başlanğan qoşumçular hesablandı. Bunun aslındakı tarda, tarğa, tardın, yazda, yazğa, yazdın. Bu sözlərin həmsindəki da, ğa, din
qoşumçalardakı tunci üzük davuş, caranlıq üzük davuş. Əmdə caransız üzük davuşla ayaqlaşqan sözlərini görüb ötsək, dap, dapda, dapqa, dapdın, bətdə, bətgə, bətdin. Oxşaşlar bu yerdəki P və T tavuşları caransız üzük davuş və bulağa ta, qa, tin, tə, kə, tin qatarlıq caransız üzük davuşlarından başlanğan qoşumçalar qoşulğan. Əmdi üzük davuşlarının imlasına gəlsək, üzük davuşlarının imlasına şuna diqqət qilishimiz kerak. Üzük davuşlarının imlasında fonetikalık özgürüş yol qoyulmaydı. Yani tavuşlarının özgürüşüge yol qoyulmaydı. Əmdi bulanı təfsili düşündürsək, birinci üzük davuşlar bilə ayaqlaşqan sözlərə qoşumçalar qoşulğanda sözünün axırqı boğumdakı üzük davuş imlada öz beti yazılıdı. Məsələn, ataqlıq bu telaffuzda ataqlıq deb telaffuz qilinsimi, amma qo'shimchalar qo'shilgandan keyin ataqlıq degan shaklda, to'g'ri shaklda yoziladi. Ochqan bu telaffuzda oshqan degan shaklda telaffuz qilinsimi, amma imloda to'g'ri shaklda ochqan degan shaklda, to'g'ri shaklda yoziladi. İçmek bu telaffuzda içmek deb telaffuz qilinsimi, amma imloda ichmek degan shaklda, to'g'ri shaklda yoziladi. Keraklik bu keraklik deb telaffuz qilinsimi, amma imloda keraklik degan shaklda yoziladi. Chiroyliroq bu telaffuzda chiroyliroq deb telaffuz qilinsimi, amma imloda chiroyliroq degan shaklda yoziladi. Ikkinchi, q, k, p uzuk tovushları bilan ayaqlashgan bir və ko'p bo'g'imliq sözlərə təvəli qo'shimchalar qo'shilganda q, k, p tovushları imloda o'z beti yoziladi. Masalan, yataq, yatqi bu telaffuzda yatqi deb telaffuz qilinsimi, amma imloda yatqi degan shaklda yoziladi. Tilak, tilki bu telaffuzda tilgi shaklda telaffuz qilinsimi, amma to'g'ri bo'lgan imloda tilki degan shaklda yoziladi. Teklif, teklifi bu telaffuzda teklifi deb telaffuz qilinsimi, amma imloda teklifi degan shaklda yoziladi. Yuqorida aytilgandek oxiri G, G tovushları bilan ayaqlashgan sözlərə yana G, G tovushları bilan başlanğan qo'shimchalarni qo'shib telaffuz qilish əfsiz bo'lg'achqa Q, K bilan başlanğan qo'shimchalar olundu. Bu chaqda söz oxiridagi G, G tovushları Q, K telaffuz qilinsimi, amma yoziqda yanala G, G bo'yicha o'zgartma yoziladi. Masalan, baqqa bu baqqa deb telaffuz qilinsimi, imloda to'g'ri shaklda baqqa degan shaklda yoziladi. Cho'qqa bu telaffuzda cho'qqa deb telaffuz qilinsimi, amma imloda cho'qqa degan shaklda yoziladi. Ekkan bu telaffuzda ekkan degan shaklda telaffuz qilinsimi, ekkan degan shaklda yoziladi. Tukkan bumi telaffuzda tukkan degan shaklda telaffuz qilinsimi, tukkan degan shaklda yoziladi. Boqqan degan so'z telaffuzda boqqan deb telaffuz qilinsimi, amma imloda boqqan degan shaklda yoziladi. Tuqqan bu so'z telaffuzda tuqqan deb telaffuz qilinsimi, amma imloda tuqqan degan shaklda yoziladi. Chikkan, chikkan degan so'z telaffuzda chikkan degan shaklda telaffuz qilinsimi, amma to'g'ri bo'lgan imloda chikkan degan shaklda yoziladi. To'rtinchi, bir qism so'zlarning oxiridagi B, B tovushları telaffuzda T, P aytilsimi, qo'shimchalar qo'shilgandan keyinmi o'xshashli yoziqda B, B qilib yoziladi. Masalan, Muratqa bu telaffuzda Muratqa deb telaffuz qilinsimi, amma imloda Muratqa degan shaklda yoziladi. Iqtisod ta bu telaffuzda iqtisodda deb telaffuz qilinsimi, amma imloda iqtisod ta degan shaklda yoziladi. Hisobni bu telaffuzda hisobni degan shaklda telaffuz qilinsimi, amma imloda B bo'lgan hisobni degan shaklda yoziladi. Kitobda bu telaffuzda kitobda deb telaffuz qilinsimi, kitobda degan shaklda, imloda to'g'ri shaklda yoziladi. Bu saatlik dersimizin oxiriga keldik. Dersimizin oxirida o'tgan saatlik derslerimizga o'xshashlar yana ikki savol so'rab o'tamiz. Birinchi, uzuk tovushlarning moslashishini qisqacha tushuntirib bera olamsiz? Ikkinchi, tuvandagi so'zlardan qaysilari so'ziq tovushlarning tushib qolish hodisasiga kiradi? Ömrümni, qo'lga, tog'qa, ko'nglim, taxti qatorliq so'zlarning ichidan
qaysiləri soluq davışlarından düşüb qelish hadisəsi kirdi? Bu sualların cavabını YouTube videomuzun astırki baha qismiga yoki Instagram hesabımızın DM qismiga yüz bəvəsəna buldu. Ondaqda keyinki saat dərsimiz görüşəylik. Xeyir xoş.